Bu gördüyümüz kiçik göl olan ərazi əvvəllər çox başqa şəkildə idi. Daha doğrusu, burada yaxın zamana qədər göl yox idi. Quru torpağın üzərində sərt daşlar var idi. Amma çox çalışqan bir qrup işçi çox əlləşdi, böyük əmək sərf etdi və bu gölü əmələ gətirdi. Çalışqan işçilər qunduz adı verilən bu sevimli heyvanlardır. Qunduzlar birlikdə böyük bir ailə olaraq yaşayırlar. Evləri özlərinin qurduqları gölün kənarında yerləşir. Qunduzların əhvalatı bir erkək və bir dişi qunduzun özlərinə yeni yuva qurması üçün köçməsi ilə başlayır. Qunduz ailəsi evini su axarı üzərində qurur. Amma bu iş üçün öncə su axarının önünü kəsmələri lazımdır. Bunu etmək üçün də insanın yüzillərdən bəri istifadə etdiyi üsulu eyni ilə onlar da tətbiq edirlər. Bənd qururlar. Bənd inşaatına başlamaq üçün əvvəlcə material tapmaq lazımdır. Material isə ağac kötükləri və budaqlarından ibarətdir. Qunduzlar su axarına yaxın olan ağaclıq sahələrə gedərək işə başlayırlar. Əvvəlcə tapdıqları ağacların yarpaqları ilə biraz qidalanırlar. Amma əsl məqsədləri ağacları kəsib yıxmaqdır. Bunu isə ağac gövdəsini ustalıqla gəmirərək edirlər. İşin maraqlı tərəfi ondadır ki, onlar ağacları elə gəmirirlər ki, ağaclar mütləq suyun axdığı istiqamətə tərəf yıxılır. Ağacın kəsilməsi inşaatın hələ ən ibtidai hissəsidir. Daha sonra qunduzlar ağacı budaqlara ayırır və bunları ən böyük kötüyün önünə düzərək su axarının qabağında bir bənd əmələ gətirirlər. Bütün bu işlərdə istifadə etdikləri vasitələr əlləri və ağızlarıdır. Bu işi böyük səbirlə davam etdirirlər. 2 qunduz bir il içində orta hesabla 400 ağac yıxır. Su axarının kənarında olan ağacları tək-tək budaqlara ayırır və sonra da bunları sürükləyərək bəndi qurduqları yerə aparırlar. Qunduzlar ağac gövdələrini və ya budaqlarını gəmirərkən həmişə ön dişlərindən istifadə edirlər. İstifadə etdikləri bu ön dişlər getdikcə korlanır və zaman keçdikcə qırılır. Ancaq qunduzun çənəsi bu işə uyğun olaraq yaradılıb. Kəsici ön dişləri insanların dırnaqları kimi dayanmadan uzanır. Qunduzları xəlq edən Allah
onların dişlərini də görəcəkləri işə uyğun şəkildə yaradıb. Onların bədən quruluşları isə suda üzmələrini asanlaşdıracaq bir şəkildə qurulub. Ayaqları pərdəlidir və buna görə suda asanlıqla hərəkət edə bilirlər. Qunduzların arxa quyruğu isə böyük bir üzgəc kimidir. Bunun sayəsində suda çox rahat şəkildə üzə bilirlər. Onlar inşaatı böyük bir əzmlə davam etdirirlər. Böyük ağac kötüklərini və kiçik budaqları ustalıqla düzür və hər gün bəndi biraz da böyüdürlər. Bənd böyüdükcə önündə yığılan suyun səviyyəsi də yüksəlir. Bir neçə aylıq zəhmət nəticəsində böyük bir bənd əmələ gəlir. Ancaq göl böyüdükcə qunduzlar bəndə qulluq etməli, çatlaq yerlərini düzəltməlidir. Bu çətin işi böyük bir səbirlə yerinə yetirirlər. Bir sözlə, bir neçə aylıq əməyin nəticəsində ortaya çıxan mənzərə möhtəşəmdir. İnsanların qurduqlarına bənzəyən həqiqi bir bənd meydana gəlib. Diqqət yetirsək, qunduzların bəndlərini qövs şəklinə qurduqlarını görərik. Bu, təsadüfən seçilmiş bir quruluş şəkli deyil. Çünki suyun təzyiqinə ən yaxşı dözən bənd qövs şəklində inşa edilən bənddir. Belə ki, müasir dövrdə su elektrik stansiyalarının bəndləri də qövs şəklində inşa edilir. Qısası, qunduzlar insanın əsrlərlə öyrəndiyi inşaat elmini doğulduqları ilk gündən bilirlər. Bəs onlara bənd qurmağı kim öyrədib? Şübhəsiz ki, bir canlı təsadüfən bənd inşa edə bilmək qabiliyyəti qazana bilməz. Su təzyiqinə ən yaxşı dözə biləcək bənd quruluşunu təsadüfən öyrənə bilməz. Və bu qabiliyyətləri sonraki nəsillərə ötürə bilməz. Qunduza malik olduğu qabiliyyətləri verən, bütün canlıları yaradan və onlara işlərini ilham edən uca Allahdır. Qunduzların bu möhtəşəm bəndi inşa etmələrindəki məqsədi içində yuva qura biləcəkləri bir göl meydana gətirməkdir. Bənd qurarkən bir yandan da öz yuvalarını tikirlər. Yuva gölün kənarında suya yaxın yerdədir.
Üstdən baxanda taxta yığını kimi görünən yuva əslində çox yaxşı qurulub. Yuvaya giriş ancaq su altındandır. İçəri girə bilmək üçün gizli bir tuneldən keçmək lazımdır. Tuneli keçəndən sonra su səviyyəsindən hündür, gizli bir otaq ortaya çıxır. Qunduz ailəsi bu quru və təhlükəsiz otaqda yaşayır. Bəzən qunduzlar yuvalarını 2 mərtəbəli tikirlər. Birinci mərtəbədə giriş və dəhliz, ikinci mərtəbədə isə yemək və yataq otağı yerləşir. Bir qunduz yuvasının 2 müxtəlif sualtı girişi və bir də üst tərəfdə yerləşən hava təmizləmə kanalı var. Bu qeyri-adi yuvanın içində qunduzlar həm təhlükələrdən qorunur, həm də rahat bir sığınacaq əldə etmiş olurlar. Balalar gözlərini dünyaya yuvanın içində açırlar. Biraz böyüdükdən sonra isə ata-anaları ilə birlikdə bayıra çıxmağa və dünyanı tanımağa başlayırlar. Üzməkdən yorulanda analarının belində gəzmək ən çox sevdikləri işdir. Qunduzların meydana gətirdiyi gölün dərinliyi bəzən 3-4 metrə çatır. Əslində yuvanı qurmaq üçün bu qədər dərin olmasına ehtiyac yoxdur. Bəs niyə onda qunduzlar gölü bu qədər dərin düzəldirlər? Bu sualın cavabı qış mövsümündə ortaya çıxır. Qışda gölün üzündəki su donur və olduqca qalın buz təbəqəsi əmələ gəlir. Əgər göl kifayət qədər dərin olmasa, su tamamilə donacaq və bütün göl buz bağlayacaqdır. Belə şərait qunduzları hərəkət qabiliyyətindən məhrum edə bilər. Qunduzlar sanki bunu bilirmiş kimi gölü mümkün qədər dərinləşdirirlər. Bunun sayəsində qışda buz altında xeyli su təbəqəsi qalır. Bu qunduzların hərəkət edə bilməsi və qidalanması üçün kifayətdir. Dərindən düşünsək, qunduzların doğrudan da qeyri-adi bir iş gördüklərini görərik. Bu kiçik canlılar insanların yüksək səviyyəli mühəndislik təhsili görmədən bacara bilməyəcəkləri bir işi görürlər. Bəs onlara bu işi öyrədən kimdir? Qunduzların şuurlu varlıqlar olduğunu söyləmək olmaz. Bəs onlar xüsusi su girişlərinə, hava təmizləmə kanallarına malik yuvalarını necə inşa edirlər? Dünyanın ən müasir su elektrik stansiyaları ilə eyni quruluşa malik bəndi qurmağı haradan bilirlər? Söylədiklərimiz bu kiçik canlıların şuur və məlumatı xaricində olan işlərdir. Aydındır ki, bu işləri onlara gördürən böyük bir qüdrət sahibi var. Bütün canlıları yaradan
və onlara davranışlarını ilham edən Allah qunduzlara da mükəmməl bəndlər və yuvalar qurmağı ilham edir. Bir Quran ayəsində Allahın canlılar üzərindəki qüdrəti belə açıqlanır. Göylərdə və yerdə olanlar O'nundur. Hamısı könüldən ona boyun əyər. Təbiətdəki digər memarlara baxanda da hamısının kamil bir yaradılış möcüzəsi olduğunu açıq-aydın görürük. İndi isə minlərlə nümunələrin bir neçəsinə birlikdə baxaq.